Salam müəllimlər, bugünkü dərsimiz olur Robert Gagne'nin öyrənmənin şərtləri nəzəriyyəsi. Robert Gagne Amerikalı təhsil psixoloqudur. O öyrənmənin şərtləri nəzəriyyəsini yaratmışdır. Yəni öyrənmə hansı mərhələlərdən keçməlidir, hansı addımlardan keçməlidir? Robert Gagne bunu tərtib etmişdir. Gagne'yə görə öyrənmənin şərtləri 3 əsas istiqamətdə özünü göstərir. Hansı istiqamətlərdir? 1. Təlim nəticələrinin taksonomiyası. Təlim nəticələrinin taksonomiyası. Bura aiddir kognitiv, affektiv, psixomotor. Bunun Bloom taksonomiyası ilə eynidir. Yəni metakognitivdir, affektiv, emosional sahədir, psixomotor sahədir. Bu Robert Gagne'nin öyrənmə şərtlərində birinci hissədir, birinci göstərilmiş mərhələdir. İkinci öyrənmənin şərtləridir. Öyrənmənin şərtləri demək iki şərt əsasında olur. Bir, daxili öyrənmə şərti var, bir də xarici öyrənmə şərti var. Daxili öyrənmə şərti nədir? Bu şagirdin sırf deməli daxili aləmi ilə bağlıdır. Onun qavraması, yaddaşı, potensialı, necə, hansı tərzdə öyrənməsindən asılıdır. Xarici deməli şərti isə nədən ibarətdir? Artıq ətrafdan asılıdır. Yəni şagirdin sosial mühiti, təlim mühiti və müəllim faktorundan asılıdır. Bu öyrənmənin şərtləri oldu. İkinci istiqamət. Üçüncü istiqamət isə öyrənmənin addımlarıdır. Öyrənmənin addımları. Gagne'yə görə öyrənmənin şərtləri nəzəriyyəsi 9 addımdan ibarətdir və Gagne'yə görə şagirdin necə öyrənməsi, nə öyrənməsindən daha önəmlidir. Yəni şagirdi necə öyrətmək lazımdır? Şagird hansı tərzdə öyrənə bilir? Bu daha önəmlidir. Və öyrənmə şagirdin davranışı ilə müşahidə olunur. Bax, bu fikirlər Gagne'yə aid olan fikirlərdir. Demək, birinci addımda şagirdlərin diqqətini dərsə cəlb etmək. Şagirdlərin diqqətini dərsə cəlb etmək. Bu olur birinci addım. Yəni, şagirdlərin diqqətini biz dərsə necə cəlb edirik? Müəyyən bir motivasiya quraraq. Yəni, hər hansı bir situasiya ilə bağlı bir sual verməklə, açıq sual verməklə və yaxud ola bilsin ki, müəllim musiqi dərsidir, müəllim əlində gitara ilə və yaxud hər hansı bir musiqi aləti ilə içəri daxil oldu, sinifə daxil oldu. Şagirdlərin diqqətini özünə cəlb elədi, bir motivasiya verdi şagirdlərə. Şagirdləri dərsə cəlb etdi. Yəni, şagirdlərin diqqətini dərsə cəlb etmək birinci addım budur. Demək, bu fəal dərsin motivasiya hissəsinə uyğun gəlir. Burada necə cəlb edirik? Hər hansı bir maraqlı faktı, hadisəni danışa bilərik və yaxud başqasının təcrübəsini paylaşmaqla motivasiyanı qura bilərik və yaxud hər hansı bir əyani vəsaitlə, məsələn, video çarx və yaxud audiodan istifadə edərək biz motivasiyanı, şagirdlərin diqqətini dərsə cəlb edə bilərik. Daha sonra, məsələn, bir şagirdə deyərik ki, yoldaşınıza maraqlı bir sual verin. Bu da şagirdlərin diqqətini dərsə cəlb edir. Və yaxud provokativ suallar verməklə şagirdlərə, düşündürücü, provokativ suallar verməklə şagirdlərin fikrini, marağını biz dərsə cəlb edirik. Bu olur birinci addım. Şagirdlərin diqqətini dərsə cəlb etmək birinci addımdır. İkinci addımda şagirdlərin təlim nəticələrini elan etmək. Şagirdlərin təlim nəticələrini elan etmək. Yəni, biz şagirdə nə öyrədəcəyik? O öyrətdiyimiz alt standartda olan bilik bacarığı biz əvvəlcədən şagirdlərə elan edirik ki, yəni bugün bu alt standart reallaşacaq. Yəni, bu bilik və bacarıqlar formalaşacaq. Demək, burada nələr var?
öyrəniləcək informasiyanın aktuallığını, həyatda harada və necə istifadə olunacağını göstərmək. Şagirdlərdən təlim nəticələrini anlayıb anlamamasını soruşmaq. Şagirdlərdən nə əldə etmək istədikləri ilə maraqlanmaq. Bunlar aiddir, deməli, ikinci addıma. Şagirdlərə təlim nəticələrini elan etmək. Yəni, dərsin məqsədini elan edirik şagirdə. Bugün dərsin sonunda hansı məqsədə çatırıq? Yəni, hansı bilik və bacarığı ötürürük şagirdlərə? İkinci addım budur. Üçüncü addıma baxırıq. Demək, üçüncü addımda əvvəlki təlimdən qazanılmış bilik və bacarıqları stimullaşdırmaq. Biz dərsi, deməli, üçüncü addımda bu nə deməkdir? Yəni, əvvəlki dərsə aid sual-cavab edirik. Əvvəlki dərslərə aid əlavə suallar veririk, yaddaşı təzəliyirik. Yəni, məsələn, biz birbaşa dərs keçmirik. Yəni, belə deyirik ki, öyrənmə boşluqda baş verə bilməz. Tutaq ki, hər hansı bir dərsi izah edirik. O dərsi izah etməzdən əvvəl biz şagirdlərə əvvəlki təlimdən qazanılmış bilik və bacarıqlarla bağlı suallar verməliyik. Yəni, bu da aid olur üçüncü addıma. Əvvəlki təlimdən qazanılmış bilik və bacarıqları stimullaşdırmaq. Daha sonra dördüncü addım dərsin mövzusunu təqdim etmək. Dərsin mövzusunu təqdim etmək. Yəni, dərsin adını təqdim etmək. Bu olur dördüncü addım. Demək, bura nələr aiddir? Məsələn, biz dərsin adını təqdim etdikdə, yəni eyni informasiyanı müxtəlif formatda təqdim etməliyik. Məsələn, video, əyani nümayiş, mühazirə, qrup işi, müxtəlif formatda bir informasiyanı müxtəlif formatda təqdim etmək, dərsin mövzusunu təqdim etmək hissəsinə aiddir. Daha sonra təlim nəticələrinə nail olmaq üçün düzgün metoddan istifadə etmək. Məsələn, əgər mövzu ilk yardımın göstərilməsidirsə, bununla bağlı videoçarxın nümayişi, əyani şəkildə simulyasiyadan istifadə, deməli, məqsədə uyğundur. Yəni, əyani şəkildə göstərilir. Yəni, bir dərsin mövzusunu, deməli, müxtəlif təqdimatlarda biz nümayiş etdiririk. Daha sonra gəlir öyrənmənin təmin etmək. Beşinci addım. Öyrənməni təmin etmək. Öyrənməni təmin etmək nə deməkdir? Artıq bu sinifdə baş verir. Yəni, öyrənməni təmin etmək üçün biz əlavə resurslardan istifadə edirik. Sonra ev tapşırığını, yəni tapşırığı yerinə yetirməsi üçün ona istiqamət vermək, lazımi məqamda dəstək göstərmək. Demək, bu da öyrənməni təmin etməyə aiddir. Qiymətləndirmə rubriki ilə təmin etmək. Mövzu ilə bağlı araşdırmalara yönəltmək. Həyati situasiyalar təqdim etmək. Yeni mövzunun tədrisi zamanı əvvəlki dərsə inteqrasiya etmək. Yəni, şaquli inteqrasiya. Əvvəlki dərslərə inteqrasiya etmək. Hər hansı bir hadisə, danışmaq, abstrakt informasiyanı maksimal dərəcədə vizuallaşdırmağa çalışmaq. Yəni, öyrənməni təmin etmək üçün şagirdlərə, necə deyim, görüntü ilə, yəni şagirdlərin tam anlaması üçün, məsələn, abreviaturalardan istifadə etmək, öyrənməyi öyrətmək. Yəni, məsələn, biz kurikulumun əsas keyfiyyət göstəriciləri necə yadımıza saxladıq? PEDA sözü ilə praktik, effektiv, davamlı, aktual. Yəni, bu bir, deməli, abreviaturalardan istifadə etməklə qeydlər götürmək. Yəni, şagirddə öyrənməni təmin edirik bu üsullarla. Daha sonra nümunələr göstərmək var.
şagirdlərin harada istifadə olunub olunmaması ilə bağlı nümunələr göstərmək, qrafik orqanizayerlərdən istifadə etmək. Bu aid olur öyrənməni təmin etmək addımına, yəni 5-ci addıma. Fəal dərsdə tədqiqatın aparılması hissəsinə aiddir bu. Daha sonra keçirik 6-cı demək addıma. 6-cı addım nədir? 6-cı addım bilik və bacarıqların tətbiqi və təmin etmək. Deməli, bilik və bacarıqların tətbiqini təmin etmək. Demək, burada bu hadisə, yəni bilik və bacarıqların tətbiqini təmin etmək dərs prosesində baş verir. Yəni şagirdi biz öyrətmişik. Öyrətdiyimizi artıq şagird sinifdə tətbiq edir. Məsələn, rollu oyunlardır, simulyasiyalar keçirməkdir, işin icra olunmasını təmin etməkdir. Məsələn, şagird məsələ, misal, test həll edir sinifdə, praktik məşğələlər vermək, laboratoriya işi aparmaq, təqdimat hazırlamaq. Yəni bunların hamısı bilik və bacarıqların tətbiqini təmin etmək addımına aiddir. Daha sonra əks əlaqə qurmaq. 7-ci addım olur əks əlaqə qurmaq. Əks əlaqə nədir? Burada konstruktiv rəydən söhbət gedir. Yəni əks əlaqə odur ki, şagirdin əvvəl deməli müsbət hissələr, davranışların deyirik, necə öyrəndiyini müsbət cəhətdən vurğuluyuruq. Sonra onun çatışmazlıqlarını deyirik. Yəni şagirdə konstruktiv rəy veririk, şagirdi inkişaf etdiririk. Bu olur əks əlaqə. Deməli, bura qiymətləndirmə meyarlarını əvvəlcədən elan etmək. Şagirdə spesifik, konstruktiv və vaxtında rəy vermək. Şagirdlərin fəaliyyətini dəstəkləmək, onların uğurlarını vurğulamaq. Yerinə yetirilmiş hər tapşırıqdan sonra məqsədə nə qədər yaxınlaşdıqları ilə maraqlanmaq. Bu olur 7-ci addım əks əlaqə qurmaq. Daha sonra deməli 8-ci addımda biz təlim nəticələrini reallaşdırmaq səviyyəsini müəyyən etmək. Təlim nəticələrinin reallaşdırılması səviyyəsini müəyyən etmək, yəni şagird təlimin sonunda şagird nə öyrəndi, harda çatışmazlığı oldu, harda nəticəsi yüksək oldu. Yəni bununla bağlı biz nə edirik? Təlimin sonunda refleksiya etmək, təlim məqsədləri ilə müqayisə aparmaq, müxtəlif qiymətləndirmə vasitə və üsullarından istifadə etmək, özünü qiymətləndirmə təmin etmək, qarşılıqlı qiymətləndirməni təmin etmək. Yəni 8-ci addımda təlim nəticələrinin reallaşdırılması səviyyəsini müəyyənləşdirmək. Yəni bu aid olur, yəni sonda biz nə edirik? Şagirdi qiymətləndiririk. Yəni fəal dərsin demək hansı hissəsinə aiddir bu? Qiymətləndirmə refleksiya hissəsinə aiddir. Daha sonra biz 9-cu addımda nə edirik? İnformasiyanı möhkəmləndirmək və bacarığa çevirmək. Artıq biz şagirdə dərs izah etmişik, sinifdə onun deməli bilik və bacarığının tətbiqini təmin etmişik. Daha sonra 9-cu addımda isə artıq biz şagirdə ev tapşırığı veririk. 9-cu addım budur. Yəni qazanılmış bilik və bacarıqların tətbiqini tapşırmaq. Yəni ev tapşırığı. Layihə hazırlamaq, tapşırırıq ki, evdə layihə hazırla. Esse yazmaq evdədir. Ümumiləşdirmə aparmaq. Demək, bunlar artıq şagirdə evdə bilik və bacarığını, yəni informasiyanı möhkəmləndirmək və bacarığa çevirmək üçün ev tapşırığının verilməsinə aiddir. Demək, bugünkü dərsimiz bu qədər. Bir daha qısa olaraq izah edək ki,
Robert Gagne öyrənmənin şərtlərini 3 əsas istiqamətdə təşkil etmişdir. Təlim nəticələrinin taksonomiyası, öyrənmənin şərtləri, öyrənmənin addımları və hər biri haqqında da məlumat verdik. Dərsimiz bu qədər. Növbəti dərslərdə görüşənədək.